Deməli, mən yeni ilə qədər özümə demişəm ki, özümü yormamaq üçün əvvəlcədən hazırlaya biləcəyim şeyləri hazırlayıb qoyuram. Yeni günü isə sadəcə bişirib stol üstünə qoymaq qalsın. Yəni özümü çox yormaq istəmirəm. Bundan qabaqki videomda da dolmaları hazırlamışdım. Yarpaq dolmasını da, kələm dolmasını da büküb buzluğa yığmışam. Yarpaq dolmasını ipdən keçirmişəm ki, onun qazana yığarkən rahat olsun, açılmasın, dağılmasın. Bunu mənə qaynanam öyrətdi. Dedi ki, çox yorma özünü, ona görə əvvəlcədən hər şeyi hazırlayıb qoya bilərsən. Mən də ona qulaq asdım və eynən onun dediyi kimi eləyirəm. Həm də istəyirəm ki, yeni ildə özümə vaxt ayırım. Deməli, birinciklərin cırılmaması üçün mən 4 yumurtadan eləyirəm. Bizdə birincik çox sevildiyinə görə çox eləmək istəyirəm. 1 yemək qaşığı şəkər tozu, daha sonra isə üzərinə 1 çimdik qədər duz əlavə edib əvvəlcə bunları yaxşıca qarışdırmaq lazımdır. Deməli, mən sizə 4 yumurtanın reseptini verirəm. Deməli, 4 yumurtaya 1 xörək qaşığı şəkər tozu əlavə elədim. 1 çimdik duz əlavə edib yumurtaya 4 dənə yumurtayı qarışdırdım. Daha sonra üzərinə 4 stəkan ilik su əlavə edib qarışdırırıq. Bunu yaxşıca qarışdırdıqdan sonra üzərinə 3 stəkan un əlavə edirik və onu da qarışdırırıq. 1 stəkan qarışdıraq. 2 stəkan, bu da 3 stəkan. Mən bunu qarışdırarkən özüm haqqında, məni tanımayanlar haqqında məlumat vermək istəyirəm. Adım Gültacdır. 23 yaşım var. Bu belə videoları çəkməyə 2 ildir başlamışam. Düzdür, 2 ildə elə kimi çox böyük bir takipçi yığa bilməmişəm. TikTok'a daha yeni başlamışam düzün desəm. Yəni sadəcə 2-3 video atmışam TikTok'a. Instagram və YouTube'a isə çoxdan başlamışam. Sadəcə bəzi zamanlarda bu da çıxdı burada. Bəzi zamanlarda insan axıtı falan olmur, ona görə çox video ata bilmirəm. Bəzi zamanlarda isə çox böyük həvəsim olur, həvəs yaranır. Videoya baxıb bəyənəndə və takip atanda daha çox həvəs yaranır insana. İnşallah, yəni daha çox takipçi yığmaq istəyirəm, nə bilim, bloger falan da ola bilərəm, xəyallar. Belə. İnşallah TikTok'a yeni başlamışam, TikTok'da da paylaşacağım bu videonu. Mənə oradan da dəstək ola bilərsiniz. Deməli, buna 4 qaşıq duru yağ da əlavə edirik. Duru yağ bu xəmirin elastik olmasına və cırılmamasına gətirib çıxarır. En sonunda duru yağımızı da əlavə edib qarışdırırıq. En çox istədiyim isə YouTube'dur. YouTube'da daha çox baxış yığmaq istəyirəm. YouTube'da daha çox ilərləmək istəyirəm. Dəstəyinizi gözləyirəm. Takiplərinizi, yorumlarınızı gözləyirəm. Bəyənsəz yorum yazmağı unutmayın. İndi keçirib bu xəmirimizi bir 15 dəqiqə gözlətəcəm. Daha sonra isə başlayacağım pişirməyə. Kıvamı belə sulu halda olmalıdır. Keçdik pişirməyə. Tavanı qoydum, qızdırdım. İlk birinciklər üçün biraz tavanı belə yağlamaq lazımdır. Daha sonra ehtiyac olan deyil. Tava yaxşıca qızdıqdan sonra birinciklərimizi əlavə edə bilərik. Belə qoyuruq. Biraz altı qızardıqdan sonra çeviririk. Gördüğünüz kimi birinciklərimiz də hazırdır. Qırılmayan, dağılmayan gözəl, rahat birinciklər hazırladım. Bu reseptini hazırlasa siz də belə gözəl hazırlaya bilərsiniz. İnşallah bunun içliyini sabah hazırlayacağım və sabah hamısını bir-bir bükəcəm və içinə ətini doldurub bükəcəm və yığacağım buzluğa. Daha sonra yeni ildə sadəcə qızartmaq qalsın. Bir də belə şeylərlə vaxtım getməsin deyə hazırladım. Onu da qeyd edeyim ki, bu dediyim xəmirdən məndə 18 dənə çıxdı. Sizdə çox da çıxa bilər, az da çıxa bilər. Bunun yəni xəmirin nazikliyinə görə sizin tavanınız məsələn qalın bişirə bilər və yaxud da başqa bir şey. Ona görə də az və ya çox ola bilər. Məndə 18 dənə alındı. Videomu bəyəndinizsə bəyənməyi unutmayın. Sağ olun.